və son nəfəsində can verəcək hamı. Ölüm qaçılmazdır. Hamımız bilirik, ölüm qaçılmazdır. Kullu nəfsin zaiqatul maut. Bütün canlılar ölümü dadacaq. İnsan xoşlamır bunu eşitsin, amma bu belədir. Həyatın reallığıdır. Hamını bir gün dünya ilə vida anı gözləyir. Və son nəfəsində can verəcək hamı. Ölüm qaçılmazdır. Hamımız bilirik, ölüm qaçılmazdır. Kullu nəfsin zaiqatul maut. Bütün canlılar ölümü dadacaq. İnsan xoşlamır bunu eşitsin, amma bu belədir. Həyatın reallığıdır. Hamını bir gün dünya ilə vida anı gözləyir. Ölüm nədir? Ölüm tam qopmadır. Dünyadan, hər şeydən qopardır səni, aparır. Və sən sağlığında könüllü qopmamsansa, özün özünü qopartmamsansa, ölüm sənə çətin olur. Çünki sənin ürəyində nə qədər bağlar var. Ölüm gəlir səni dartır, o dəfə dediyim kimi, kök salmış ağacı necə dartıb, xüsusi bir gərək maşın gəlsin ki, onu dartıb qopartsın. Qopa bilmir. Çünki sağlığında, diriliyində əgər özü bağlarını bağlasaydı, kəssəydi daha doğrusu, qopsaydı, ölüm bir an içində rahat, ruhu rahat ayrılacaq. Çünki onu bitişdirən, yerə çəkən bir şey qalmayıb. Bu həyatı belə tərcümə elədim mən. Həyat budur ki, axırda heç nə səni dünyaya bağlamasın. Elə rahat gedəsən ki, heç elə bildin ki, ona görə mömin təəccüb eləyir öləndə ki, ölüm buymuş. Elə bir ayağımı qoydum, bir aləmdən keçdim başqa aləmə. Bir yerdən başqa bir yerə keçdim.